Deyim var idi, risk etməmək özü riskdir. Hər insan həyatı üçün keçərlidir. Mən deyərdim ki, hə. Mən evdə deyərdim ki, riski ötürmüşəm öz həyat yoldaşıma. Deməli, bu üçüncü də etibarlı olmalı var. Düşünərdim. Yəni, ChatGPT-dən soruşmalıyım. Salam, hörmətli izləyicilər. Bankir Masası verilişinin növbəti buraxılışı efirdədir. Bugünkü qonağımız Express Bankın idarə heyətinin üzvü, baş risk inzibatçısı Rüfət Mürşidlidir. Rüfət mənim, xoş gəlmişsiniz. Xoş gününüzə gələk. Çox sağ olun mən. Sağ olun dəvətiniz üçün. Siz sağ olun. Necə hiss edirsiniz özünüzü? Rahat. Siz varsınız deyə rahat. Təşəkkürlər. Rüfət mənim, sizin risk sahəsinə gəlməyiniz təsadüfdür, yoxsa bir şuurlu seçimdir? Sırf riskdən danışsaq, mən deyərdim ki, nə təsadüfdür, nə də şuurlu seçimdir. Çünki mən öz fəaliyyətinə, bank fəaliyyətinə başlayanda risk sahəsi elə də inkişaf etməmişdi. Mən nəzarətdən başlamışam. İndi nəzarətə yeni ad veriblər, compliance, amma o vaxt elə daxili nəzarət olaraq fəaliyyət göstərdim. Daxili nəzarət daha çox qanunvericiliklə işləyirdik və bəlli bir çərçivəmiz var idi. Amma risk inkişaf etdikcə o sahə mənim marağım həmişə var idi. Və elə qismət oldu ki, son nəticədə elə risk inzibatçısı olaraq bankda təyin olundum. İndi həm riskə, həm də compliance sahəsində, yəni özümün inkişaf etdiyi sahədə rəhbərlik edirəm bankda. Rüfət mənim, sizcə siz risk üçün doğulmusunuz? Yəni sizə satış sahəsini versələr, sizcə satış sahəsində uğurlu ola bilərsiniz, yoxsa sizin təbiətiniz daha çox riskə yaxındır? Təbiət baxımından riskə yaxındır. Təbiət baxımından. Amma idarəçilik baxımından, yəni həm satış, həm risk, yəni idarəçilik ümumi məfhumdur, yəni ümumi kollektivi idarə edirsən. Nə satışa rəhbərlik edən şəxs birbaşa satış eləmir çox hallarda, nə də riskə birbaşa nəzarət edən şəxs, rəhbərlik edən şəxs modellərlə özü işləmir. Yəni bunu işləyən kollektivdir, əsas düzgün insanları seçəsən. Düşünürəm ki, bu formada yəni həm satışa, həm riskə nəzarət etmək olar. Amma özümü soruşsaz, təbii ki, mənim özümə risk daha yaxın. Risk daha yaxındır. Bəs siz özünüz risk eləyən insansınız həyatda? Riski sevirsiniz özünüz. Baxır riskə nəyi deyirik də risk etmək. Risk etmək, yəni evdən çıxmaq da risk etmək deməkdir də. Yəni hər bir şeydə bir risk var. Hər addımımızda bir risk var. Amma riskdə buna belə bir maraqlı bir söz var, risk iştahı. Yəni sən nə qədər risk özünə, nə qədər risk götürməyə hazırsan da, belə deyək. Nümunə çəkim ola bilər. Maşın sürmək özü də bir riskdir. Bəli. Düzdür. Mən maşın sürürəm. Deməli, müəyyən qədər risk götürürəm. Amma soruşsaz ki, məsafə saxlayıram mütləq qaydada. Yəni ki, qabaqda gedən maşının arxasıca gedəndə məsafəni mütləq qaydada saxlayıram. Yəni risk əsaslı idarə etməyə yönəlisiniz həyatda da. İş orasındadır ki, biz elə riski düzgün idarə etməliyik. Yəni biz riski həyatımızdan çıxarda bilmərik. Necə ki, işdə də tam risksiz iş olmur. Yəni bank olaraq, ümumiyyətlə maliyyə təşkilatları riskin üzərində qurulub. Yəni riskdən pul qazanır hətta deyə bilərik. İnsan şəxsi həyatından götürsək də, məsələn, deyim var idi, risk etməmək özü riskdir. Bu hər insan həyatı üçün keçərlidir. Mən deyərdim ki, hə. Yəni mütləq risk eləmək lazımdır da. Sən evdən çıxmasan, təbii kimsə səni də tanımaz. Karyera baxımından götürək. Məsələn, karyerada müəyyən risklərə getmək lazımdır, yoxsa yox? Mütləq. Sən sırf öz vəzifəni icra eləsən, elə öz vəzifəndə də qalacaqsan. Sən müəyyən qədər öz üzərinə əlavə məsuliyyət götürməlisən. Əlavə məsuliyyət də əlavə risk deməkdir. Yəni, mən öz təcrübəmdən deyim, mən harda ki o boz zonalar görürdümsə işdə, yəni heç kim o işlə məşğul olmaq istəmədiyi zonalar, həmişə özümü ora salırdım. Mənə maraqlı idi ki, gəl mən oranı düzəldim, gəl mən o hissəyə girim, baxım görüm orada nə tənzimləmə eləmək olar.
Yəni rutinini sevməmisiniz. Qətiyyən. İndinin özündə də rutinliyi sevmirəm. Rutinini. Yəni ona görə kadrlar hesab edirsiniz ki, istənilən sahədə risk eləyib, fərqli sahəyə keçid eləyib. Məsələn, sahən təmiz dəyişsə, bu böyük bir risk ola bilər də, Bu məsəl böyük bir üçün. riskdir. Ümumiyyətlə, nəyisə kəskin dəyişmək özü də bir riskdir. Nəyisə, belə deyək də, addım-addım getmək, o riskləri azaltmaq deməkdir. Hətta sahəni dəyişmək istəyirsənsə, mən tövsiyə eləyərdim ki, ona hazırlaşmaq lazımdır mütləq qaydada. Sən bilmədiyin yerə gedəndə elə bir hər şeyi sıfırdan başlayırsan. Bəs siz özünüz sonuncu dəfə hansı riski götürmüsünüz və peşman olmamısınız? Yəni düşünürsünüz ki, yaxşı elədim, bu riski götürdüm üstümə. Hər bir vəzifəni alarkən bir risk götürmüş olursan və elə indiyənə kimi hansı vəzifəyə gəlmişəmsə, onun öhdəsindən gəlmişəm. O riski götürmək biraz belə... Yəni baş riskinizi batsı vəzifəsini götürmək özü bir risk idi də siz. Əslində, mən hesab edirəm ki, riskdir. Kimsə onun məsuliyyətini dərk edirsə, yəni çünki bank tək orada bir nəfərin pulu deyil. Yəni ki, bank böyük bir təşkilatdır. Orada əhalinin vəsaiti var və o vəsaiti idarə etmək çox vacibdir. Düzgün idarə etmək çox vacibdir. Yəni idarəçilikdə hər hansı bir problem böyük bir fəsadlara yol aça bilər. Ona görə də və bunun da məsuliyyəti böyükdür. Yəni qanunvericiliyin də məsuliyyəti böyükdür. Yəni belə deyək, insanların qarşısında da cavab verməli olacaqsan. Ona görə yəni bu kifayət qədər məsuliyyətli bir roldur. Rüfət müəllim, bəs sizcə süni intellekt risklərin idarə olunmasında hansı töhfəsi ola bilər? Yəni necə dəyişə biləcək risk menecment sistemini? Riskin yöntəmimi dəyişəsidir, yoxsa dəstəkləyəsidirmi? Yoxsa yaxşı risk qavikə ehtiyac mı qalmayasıdır? Necə görürsünüz bunları? Süni intellekt. Süni intellekt hal-hazırda bazarı dəyişir. Yəni günü bugünü bazarı dəyişir. Mən deyərdim ki, bu rutindən danışdıq. Biz rutin işi sevməmək və sevmək. Məncə rutin işi heç kimin xoşuna gəlmir. Yəni rutin indi tamaşaçılara deyək ki, yəni gündəlik eyni təkrarlanan işlərdir. Yəni hansısa bir sənədin yoxlanılmasıdır, hansısa bir rəqəmlərin yoxlanılmasıdır. Yəni onu bir çox adam sevmir. Bax, bu rutin işinin aparılmasında süni intellektin çox böyük köməyi var. Yəni bu rutin işləri, sənədlərin yoxlanılmasını misal üçün süni intellekti öyrətmək olar ki, sənədin bu hissələrinə nəzarət elə. Bu hissədə bu olmalıdır, o hissədə olmalıdır və nəzarət elə ki, bütün xanalar dolu olsun. Burada müştərinin imzasını ged onun imza nümunəsindən uyğunlaşdır və s. Yəni sən bunu öyrədə bilərsən və süni intellekt hər hansı bir işçidən yaxşı sənədləri yoxlayar. Gündəlik rutin işini görər. Və bu daha çox yaradıcılıq üçün, yəni işçinin özünü belə deyək də daha yaradıcı göstərmək üçün bir imkanlar yaradır. Mən buna imkan olaraq baxıram ki, rutin işi verilir süni intellektə, amma yaradıcı iş verilir əməkdaşa. Amma burada müəyyən təhdidlər də var, mənim fikrimcə. Təhdidlər nədən ibarətdir? Əsasən gənc işçilər, yeni işə cəlb olunmuş işçilər nədən başlayırdılar? Nədən? Rutindən. Yəni gündəlik işi. Ən görmək, kimsə görmək istəmədiyi işi. Bizim vaxtımızda yadıma kserokopiyadan başlayır. Kserokopiya qalır. Kserokopiya qalacaq, amma hər hansı bir gündəlik təkrarlanan asan işlər ki, süni intellekt bunu əvəz eləyə biləcək, o işçilərə artıq ehtiyac olmayacaq. Mən deyərdim ki, buradan ən böyük zərbə alan, mənim fikrimcə, təbii ola bilsin kimsə mənlə mübahisə edər bu barədə, işə yeni cəlb olunmuş işçilər olacaqdır. Burada da bir təzad yaranır ki, yəni işçi qəbul etməsən də, yəni bu işi süni intellekt etsə və sənin təcrübəli işçin, misal üçün, iş yerini dəyişmək istəsə, ya da bu hansısa bir səbəbdən işdən ayrılsa, yəni sənin davamçın yoxdur.
Yəni bu işi davam edən bir adam Yəni növbəti yoxdur. insan resurs riskinə yol açmış ola bilər Hədə də. Yəni kadr hardasa çatışmamazlığına. kadr, yəni professional kadr çatışmazlığına Professional kadr gətirə bilər. çatışmamazlığı. Bəs ümumiyyətlə Rüfət müəllim, sizcə risk həqiqətdə bankın inkişafını ləngidir, yoxsa bankı qoruyurmu? Belə bir deyim var, deyir, satanlar, satışı tormozlayanlar. Yəni doğrudan da bu risk həmin satışı tormozlayan strukturdurmu? Bank satıb qazanmağına mane olur. İllərlə belə bir arqumentlərlə rastlaşırıq hələ işlədikcə. Yəni təbii ki, satış tərəfdən baxanda, yəni həmin satış anında hamı fikirləşir ki, biz hansısa bir işi stoplayırıq, yəni mane törədirik. Amma hər hansı bir problemlə rastlaşanda qayıdırlar ki, nə yaxşı ki, siz varsınız, bu riskin təsirini azaltdınız. Əsasən riskin də təsirini azaltmaqdır. Yəni yenə də deyirəm ki, riski tam belə deyək də aradan çıxartmaq mümkündür. Bəli. Hə, nə yaxşı ki, siz vaxtında buna tədbir gördünüz. Yəni insan əsasən bu gündən yaşadığı üçün, yəni belə bir nəticələrə gələ bilər ki, risk müəyyən qədər risk sahəsi bizim işimizi belə deyə ləngidir. Amma son nəticədə bankın davamlı, dayanıqlı inkişafı üçün risk sahəsi çox vacibdir. Mən onu tək bank üçün yox, yəni hər hansı bir struktur üçün banklar, sığorta şirkətləri daha sosial əhəmiyyəti olan təşkilatlardır deyə və vətəndaşların pulları var bu təşkilatlarda, biz bu pulla belə deyək də risk eləyə bilmərik. Ona görə də müəyyən qədər razıyam ki, prosesləri ləngidə bilərik. Amma icazə veririksə hansısa prosesə, biz arxayın oluruq ki, o proses yəni bankı ya da sığorta şirkətini müflisləşməyə aparmayacaqdır. Əmin olmalıyıq. Satıcıların, doğrudur. Satıcıların həmişə bir arqumenti olur da, yəni müştəri tapmaq çətindir, yəni zorla müştəri tapıb gətiririk. Buna bax, nəzarət, xüsusən risk əsaslı fəaliyyətlə məşğul olan strukturlarda, istər compliance olsun, istər risk olsun və s. Arqumentlər nə olur? Zorla müştəri gətirir, elə bilir müştəri tapmaq asan. Bu da biz verməyəsi, o bir bank verəsidir deyə bayraqlarla yəqin ki, üstünüzə çox gəlinir də. Yəni bu ona görə həmişə deyirik, iki cəhbə yaranır da. Bir əks bir-birlərini həmişə satanlar və düşünürlər ki, bu strukturlarda satışı tormozlayanlardır. Bizim satışımızı ləngidir, inkişafımızı ləngidir. Bu həmişə satıcı fəlsəfəsindən dolayı mən o sualları sizə verdim. Suallar verdim. Rüfət müəllim, bəs siz özünüz rəqəmlərə çox inanırsınız, intuisiyanıza? Mən deyərdim ki, intuisiya. İntuisiya. Nə qədər də belə bu adam deyər ki, risk hər şey rəqəmlə ölçülməlidir. Yox, mən deyərdim ki, intuisiya. Ümumiyyətlə hava proqnozuna götürək də, hava proqnozunu görsən ki, açırsan ki, bir həftədən sonra yağış yağmalıdır. 2 gündən sonra açırsan həmin günü artıq yağış deyil, günəşdir. Sonra 2 gündən açırsan, görürsən ki, həmin gün hava buludlu olacaq. Yəni onu demək istəyirəm, nə qədər rəqəmsallaşma getsə də, hətta hava proqnozunu maksimum 1 günlük, 2 günlük verə bilirsən. Yəni bir həftəlik 3 dəfə dəyişirsən yolda o proqnozu da. Bu nə ilə bağlıdır? Bu datanın, məlumatların azlığı ilə bağlıdır. Əgər səndə bütöv data varsa, sən hər hansı bir proqnozu düzgün eləyə bilərsən, mən deyərdim ki, 1 illik. Amma data məhdudiyyəti, yəni bizdə olan məlumatların məhdudiyyəti, yəni nə nəzərdə tuturam? Səndə bütün şirkətlərin maliyyə vəziyyəti barədə məlumatın olmalıdır. Sənin yəni ölkədə gedən bütün proseslərdən, dünyada gedən, regionda gedən, dünyada gedən bütün proseslərdən məlumatlı olmasan, dəqiq datan olmalıdır ki, düzgün proqnoz verəsən. O da demək olar ki, heç kimdə yoxdur. Xüsusilə də daha xırda banklarda da, iri banklar ola bilsin, analitik mərkəzlər saxlaya bilərlər, belə analitika eləyə bilərlər, dərin analitika eləyə bilərlər və o analitikada bir ön yarğılıq olmamalıdır. Sən tam ayıq başla
Yəni belə deyək də o analitikaya sənin bir özünün bir fikri olmamalıdır. Rəqəmlər nə verirsən, ona da mən inanmıram açığı. Ona görə daha çox intuisiya ilə yanaşırıq. Yəni bir misal da deyim, həkimdə necədir? Yəni neçə cür analiz var? Yəni çoxdur da. 1000 analiz olar da, amma həkim xəstənin ya pasiyentin xəstəliyini bilməkdən ötəri bütün o 1000 analizini göndərmir axı onu, düzdür? Doğrudur. Yəni gəlir, onda bir intuisiya deyəndə təcrübə deməkdir. Əslində, yəni İntuisiya təcrübədən doğur. Bəli. O pasiyent gəlir yanına, birinci onun belə deyək də, o zahiri görünüşü ilə baxır ki, onda nə xəstəlik ola bilər. Sonra bir-iki dənə sual verir ki, haranız, necə filandır. Mənim həkim dostlarım çoxdur ona görə. Bu suallar verir və təxminən, intuisiya ilə, təcrübə ilə başa düşür ki, bax bu xəstəlik ola bilər. Və 3 cür analizə göndərir onu. Ya da 5, 2, 1, bilmirəm. O həkimin peşəkarlığından asılıdır və əgər nəticə belə deyək də mənfi olsa, əlavə analizlər təyin edir. Ya da o həmin o 5 analizlə dəqiq nəticəyə gələ bilirsə, dəqiq diaqnozla belə, o da onun peşəkarlığıdır. Mən intuisiya deyəndə bunu nəzərdə tuturam. İntuisiya deyəndə təcrübədən doğan nəzəriyyə. Bəli, əlbəttə ki, sən təxmin edirsən bank işində də ki, bu risk nəyə gətirə bilər? Sən başa düşürsən ki, bunun fəsadı nə ola bilər? Sən onu hiss edirsən. Sonra isə onu rəqəmlərlə təsdiq edirsən. Rəqəmlərlə təsdiq. Necə ki, o analizlərə təyinat. Sən fərziyyə irəli sürürsən ki, bu bundan doğa bilər, ya bu nəticəyə gətirə bilər. Ondan sonra deyirsən ki, gedin bunu rəqəmlərlə bir yoxlayın, baxın, görün. Bunun arasında korrelyasiya, yəni bağlılıq böyükdürmü, yoxsa böyük deyil? O bir risk rəhbərindən soruşurlar, Rüfət müəllim deyir, həyatda ən böyük risk nədir? Risk rəhbərinə sual verirlər, deyir, həyatda ən böyük risk mənə elə gəlir ki ifadəsidir. İndi doğrudan da bu intuisiya dediyimiz mənə elə gəlir ki ifadəsidir də. Yəni bu düz də çıxa bilər, səhv də çıxa bilər də. Yəni bəzən mütləq rəqəmlərlə təsdiqini. Yəni mən belə fikirləşirəm, elə bir şey yoxdur. Amma sənin peşəkarlığın ondadır ki, sən biləsən ki, hansı rəqəmlərə baxasan. Hansı məlumatları istəyəsən. Dünyada o qədər məlumat var. Doğrudur. Sən başa düşməlisən ki, hava proqnozunu vermək üçün sənə nə lazımdır? Bax, o rəqəmləri sən bilməlisən, başa düşməlisən. Ona görə birinci mən deyərdim ki, intuisiya, mən deyəndə yenə də deyirəm, təcrübəyə deyirəm ki, təcrübəni düzgün diaqnozu təyin etmək vacibdir. Bəs siz elə olub ki, məsələn, idarə heyətində yox demə məcburiyyətində çox qalısınız. Yəni riska hamı tutaq ki, risk görmür, amma siz risk görürsünüz. Hamı sizə qarşı olur da bir növ, yəni siz yox deməyə məcbur qalırsınız. Olur elə hallar. İndi gəlin danışaq ki, birinci risk hamı görür. Yəni mən inanmıram ki, o qədər belə deyək də belə arxain insan olar ki, heç bir şeydə risk görməsin. Satış da riski görür. Sadəcə onun dəyərləndirmək məsələsi var ki, qəbullanmaq məsələsi var. Elə olur ki, mən razı olmuram, amma burada mən sizə deyim ki, razı olmamaq, razı olmaqdan daha çətindir. Sən razılaşanda səndən heç kim sənin razılığını, izahını istəmir. Amma razı olmayanda mütləq qaydada birinci səndə özgüvən olmalıdır ki, onu mən isbat eləyə biləcəm. Yəni sən özün onu dərk eləməlisən və yox deməklə deyil. Sən o yoxun səbəbini gətirməlisən və elə inandırmaq bacarığın olmalıdır ki, sən hədiyyəni inandırasan ki, sən belə deyək, düzgün, yəni sən yox nəyə görə deyirsən və onu o formada çatdırmalısan ki, həm korporativ etika pozulmasın, yəni həm də sənin fikirlərin qəbul olunsun da. Bəs Rüfət müəllim, baxın, yox deyiləcək yerdə bir növ
hə demək, yəni həni ölçüb biçib, nə bilim, qanuna uyğunlaşdırıb hə demək peşəkarlıqdır yoxsa yox? Mütləq. Birinci. Mən Hansı ki, yox demək daha rahat idi. Əvvəlki suala bir qayıdım. Ümumiyyətlə, yox deyəndə, belə deyək, daha çətindir demək. Amma mən yox deməsəydim, məncə mən baş risk inzibatçısı olmazdım. Mən hər şeylə razılaşmazdım. Razılaşsaydım, bu vəzifəyə gəlməzdim. Belə yox deməyi və onu izah etməyi bacarıqdan irəli gələrək məncə bu vəzifəyə gəlib çatmışam. Bu səbəblərdən biri təbii. Amma yox deyib alternativi təklif etmək o peşəkarlıqdır. Aysa, bax onu O peşəkarlıqdır. Yəni sən yox deyib ya səbəbini izah eləməlisən, ya alternativ bir yol deməlisən. Bu mütləq. Yəni sadəcə yoxa nə var ki, yox olmaz deməyən rahat sözdür. Nə var ki, arqumentsiz deməli, argumentdə və sübutlar yetirilməsə, yəni sübuta yetirilməli də bunu. Yoxsa sübuta yetirilmədən yox deməyə nə var ki? Mən qorxub da yox deyə bilərəm. Risk almamaq üçün də elə başımdan eləmək üçün də yox deyə bilərəm də, yəni. Təbii. Onda heç kim sənin nazı ilə oynamayacaq təşkilatda. Sən çox çəkə bilməzsən. Əgər hər şey yox, izahsız, bir də alternativ təklif vermədən hər şeyə yox desən, əlbəttə. Yəni mən inanmıram ki, bir təşkilatda çox davam gətirərsən. Rüfət müəllim, bəs ümumiyyətlə sizcə yaxşı bir risk meneceri 3 hansı vacib xüsusiyyətə malik olmalıdır ki, bəs sizcə bütün risk menecerlərində bu olmalıdır? 3 dənə vacib məqam, 3 dənə vacib xüsusiyyət. Birinci deyərdim ki, analitik düşüncə. Düşünürəm. Bir. Özgüvən olmalıdır. Mütləq qaydada. Yəni özgüvən də bu belə bir kör özgüvən yox. Yəni sən fikrini, mən bundan əvvəl dediyim kimi, fikrini başqasına aşılamağa bacarmalısan. O barədə özgüvən və ünsiyyətçiliklə bir növ qarışıq özgüvən. Yəni sən digər strukturlarla, digər insanlarla, yəni satışda maraqlı olan şəxslərlə onları inandırmağa bacarmalısan. Yəni inandırmaq bacarığın olmalıdır. Bir də yəni üçüncü mən deyərdim ki, bütün işçilərə aid olmalıdır bu. Yəni bu güvənli olmalısan. Hər bir kəs güvənli olmalıdır. O demək deyil ki, sən mütləq qaydada bir təşkilatda ömür billah işləməlisən ya da kiməsə bağlı olmalısan. Sadəcə harda olsa, neynəsən də sən etibarlı olmalısan, güvənli olmalısan. Bu mütləq. Deməm, üçüncü də etibarlı olmalı. Mən düşünərdim. Yəni ChatGPT-dən soruşmalıyım. Baxaq görə ona cavab verəcək bu hissədə. Əsas öz intuisiyamızda deməli. Biz çox vaxt indi son vaxtlar hər şeyi ChatGPT ilə məsləhətləşirik bir çox hallarda. Doğrudur. Rüfət müəllim, bəs siz özünüz evdə də hər şeyə risk gözündə baxsınız. Yəni evdə də hər prosesi riskini qiymətləndirirsinizmi? Yəni işi evə daşıyırsınız? Deməzdim. Mən belə deyim də, evdə riskdə belə bir anlayış var. O əsasən də sığortalarda biz onu eləyirik. Riski üçüncü tərəfə ötürmə. Yəni biz maşınımızı sığortalayırıq da, deməli o qəzaya törətmə riskini üçüncü tərəfə ötürürük ki, nəsə olsa o düzəldəcək. Mən evdə deyərdim ki, riski ötürmüşəm öz həyat yoldaşıma. Məsuliyyət almayım. Bütün yəni mənim işdə olan məsuliyyətim mənə bəsdir. O hissədə mən bütün riskləri ötürmüşəm həyat yoldaşıma. O da deyim ki, belə yaxşı idarə eləyir o riskləri, mən deyərdim. Laf yaxşı. Bəs ümumiyyətlə, bax, xarakter olaraq insan həyatda belə deyək də, hansı peşədə olursa adətən, həyatda hər şey o gözlə baxa bilir də. Məsələn, mən kredit mütəxəssis deyəndə, marketə girəndə deyirdim, bura nə kredit verərəm. Yəni, hər yerə satış gözü. Bir ixtiyar olaraq bir növ işlə yatıb dururduq da. Yəni,
siz də bax məsələn öz şəxsi istirahətə gedəndə ora getdiyiniz bir yerlərdə də riskləri görüb, nə özünüz üçün bir beyin mühakimələri aparılmış, hə burada bu risk var. Bunlar bunu riskli eləyir və s. Yəni avtomatik risk qiymətləndirmələr gedirmi? Deyərdim ki, hə, mən düşünürəm ki, bax siz sual verirsiniz, dərhal mən o fikrə girirəm ki, həqiqətənmi eləyirəmmi, eləmirəm mən. Bax yay mövsümüdür, yəni indi dəniz mövsümüdür. Mən misal üçün bu fövqəladə halların işçisi olmayan dənizə getmərəm. Və ya mühafizə zolağı olmayan dənizə getmərəm. Düşünürəm ki, bəli, yəni mən ya da hansısa mənşəyə məlum olmayan malı almaram. Evdəkiləri də öyrəşdirmişəm ki, malı alanda mütləq onun tarixinə baxın, nə qədər vaxt qalır. Yəni düşünürəm ki, bəli, yəni o adama bütün elə bil deyərdim ki, bütün siz düz vurğulayırsınız. Yəni insan bir peşənin sahibidirsə, o peşə onun həyatında da bir iz, bəli, bir iz qoyur mütləq qaydada. Qoyur, doğrudur. Bəs yekun olaraq Rüfət müəllim, siz kimsə riskə gəlmək istəyir, riskdə karyera qurmaq istəyir. Yəni gələcəyin və yaxud da indiki gənc risk mütəxəssisdir. Bunlara tövsiyəniz nə olar? Risk ümumiyyətlə maraqlı bir sahədir mənə görə. İndi o tövsiyəm, yəni düşünürəm ki, birinci növbədə yəni öz analitik bacarıqlarında əmin olmalıdırlar ki, ümumi mənzərəni görə bilirlər. Yəni burada o puzzle'ları yığmaq bacarığı olmalıdır insanda. Yəni mən bunu gördüm, o birini gördüm, yəni hansısa bir əşyaları gördüm və başa düşdüm ki, bura studiya ola bilər. Yəni çəkiliş studiyası ola bilər. Eyni cürdə yəni risk işində olmalıdır. Sən xırda detalları görərkən ümumi mənzərəni görməyə bacarmalısan. Birinci növbədə o, ikinci növbədə o xüsusiyyətlərdən irəli gələrək də, yəni sən öz güvənin olmalıdır, öz üzərində işləməlisən, bu bütün professiyalara və təbii ki, sən xoşuna gəlməlidir bu iş. Yəni sən gördüyün iş, sən sevməlisən, analitikanı sevməlisən, hərdən kompüter qarşısında saatlar keçirməyi sevməlisən, o rəqəmlərlə işləməyi sevməlisən. Nə qədər mən desəm ki, intuisiya, amma son nəticədə intuisiyalar da rəqəmlərlə təsdiq olunur və o rəqəmlərlə işləməyi bacarmaq lazımdır. Bəzi insanlar daha çox, belə deyək də, digər insanlarla ünsiyyət qurmaq, ofisdən çıxmaq, belə deyək də, çıxıb gəlmək, nəsə bir, belə deyək, görüşlər sevir. O insanları mən riskə tövsiyə eləməzdim. Çünki risk daha kifayət qədər, yəni saatlarla kompüterin qarşısında vaxt keçirməyi tələb edən bir peşədir. Çox sağ olun Rüfət müəllim, gəldiyiniz üçün həqiqətdə təşəkkür edirik, dəvətimizi qəbul elədiniz. Çox sağ olun, minnətdarıq. Əziz izləyicilər, bununla da verilişimiz sona yetdi. Növbəti görüşlərdə görüşmək diləyi ilə. Son olaraq verilişimizdə hansı qonağı görmək istəyirsinizsə, videonun şərh bölməsində qeyd edin. Eyni zamanda kanala abunə olmağı və şərh yazmağı unutmayın. Sağ olun, növbəti görüşlərə dək.